Hamınıza salam dostlar. Bugün sizinle beraber ve Yuna ile beraber uşağa baxırıq. Cheong. Yuna. Yaxşı Yuna. Və indi gedək. Böyük ihtimal indi uşağın anası uşağı gətirər. Anası dediğin xalam kızıdır. Xalam gələcək və uşağını bizə əmanət edəcək. Bəli. Qorxuram çünki çox cıbbılı və çox belə yaramaz bir uşaqdır. Bu arada bizə verilən təlimatlara görə uşaq çox dəcəldir. Elədir. Və meyvələrin bəzilərinə allergiyası var. O evdə meyvə yoxdur. Uşaq istəsə nə yeyəcəksən? Zakaz eləyəcəm. Neyse gedək. Xalam gözləyir orada. Bəli. Gedək uşağı götürək. Uşaq bizi görürsə qorxsa. Salam. Necəsən xala? Niyə? Yaxşıyam qızım, sən necəsən? Yaxşı, bu balaca cıbbılı necədir? Necəsən? Emily qızım. Necəsən Emily? Yaxşıyam, sən necəsən? Yaxşı olasın. Yaxşı, sən necəsən? Kameramı mən tuturam. Sən get, uşaqla evə girin, mən qaçdım. Qaldım. Yaxşı xala, yaxşı qızım, sağ ol. Xala gördüyünüz kimi qovduq. İndi isə biz uşağa baxırıq. Mən baxan zat deyiləm, belə eləyək. Biraz sən bax, biraz mən baxım, mən gedirəm. Sən kameraman ol. Yox. Amma ancaq mən baxım uşağa. Yaxşı, mən kameramanım. Amma biraz çəkəndən sonra gəlib yatacağam. Çünki səhər mənə saat 6-dan oyatmışsan ki, uşağa baxacağıq. Mən oyatmışam, yoxsa sən bu cini qurmuşdun? Sən oyatmışdın. Yox. Sən də dünən ki, bu cinixin qalıb bu saatda çalıb. Neysə, laf eləməyək. Dava eləməyik da. Uşaq gətirmişsiniz. Yaxşı. İndi neyniyək? Mən niyə deyirsən, mən kameramanam. Neyniyək? Bacı neyniyək? Biləyim. Mən oynamaq istəyirəm. Oyun oynamaq istəyirəm. İstəyirəmsə hələ yox, birazdan oynayarıq. Sən televizora bax. Yox, mən televizorda oynayacağam. Televizorda. Yaxşı, nə qoşaq? Televizorda. Acımsan? Yox. Bəs sənin üçün birazdan nə hazırlayım? Mən sushi sevirəm. Sushi. Sushi. Yaxşı, sushi. Siz bile düşmüşük. Dostlar, sushi yox, sushi. Emi. Uşağın adı yadımdan çıxmasın deyə hər dəqiqə təkrarlayıram. Xalam qızı sən. Bəli dostlar, yemək üçün sushi istəyir və biz də çox oliqarx adamlar olduğumuz üçün hər zaman sushimiz var. Hər zaman tavukda əvamız düşür. Bəli. Bəli dostlar, sushi hazırdır. İndi uşağı aparacağım. İndi deyirəm ki, yəni bəyənər. Onun üçün oliqarx adamların yeməyini hazırladım. Bu video hiç izlənməyəcək. Niyə? Çünki uşağa baxılan sıxıcı bir video niyə izlənsin? İzlənəcək. Məsələn, Qamçı kartada falan nə qədər izlənir? Bilmirəm.
Allah. Uşaq çubuqla yemək yeyə bilir. Çubuq verim yoxsa çatal? Məncə uşaq çubuğu da işləyəcəyi qədər ağıllı olmaz. Çatal ver geçsin. Sonra özümüzə tüpürməz. Yox ha, o qədər də məncə bilən olmaz. Yəni düz indiki uşaqlar çox pis-pişin öndəyilərdi. Buyur sushi. Koy oyunu sonra oynayarsan. Nə sənə demişdim. Ay Zibi. Yaxşı, gözlə mən sənə üçün çubuq gətirirəm. Tez ol. Bəli dostlar, çubuğu götürdüm mən yapam. Artıq məndə niyə uşaq çubuğu var deyə soruşmayın, özüm də bilmirəm. Niyə var bizdə? Ne bileyim markette görmüştüm. Görünüşü çok hoşuma gelmişti. Ben de aldım. Məncə çox şirindir. Bence de çok şirindi. İlla böyle çubuklar işletmek için böyle olmalıyız. Yox. Bence de. Şimdi ki biz əliqarıq adamlarıq. Bizdə hər şey olar. Demək. Al, sən çubuq gətirdim. Nyom 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 nyom. Yum 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 yum. Çok pisti. Benim anam daha tatlı pişirir. Wasabi ben seviyorum yemek. Wasabi. İmkan vermiş size wasabi yiyeyim. Vapsi siz merak edizdirin. Uşağı tez şey gətirək, su, qaz. Uşaq öldü, ölümdən qayıtdı. Bəli, biz uşağı suyun apardıq. Uşaq bayaq yarpaq yediyi üçün biz dəli olmuş bir formada durmuşuq. Ay, bura niyə qoyuram? Bəli, dəli olduğu üçün yarpaq yedi uşaq. Nə? İnana bilmirəm. Yəni, indi mən də bir o qədər şey elədim ki, susadım. Bacıma da vereyim. İndi isə uşağın yanına gedirik. Yalandan gülək. Ay, neyinizə görəsən? Bir şeydən qorxursan. İndi nə istəyirsən? Ben patates oynamak istiyorum. Bana rahat bırakın. İndi nə yedin? Ben kofe verin. Böyle istiyor kofeden. Kofe? Kofe. Anam ben hepsi veriydi. Ben bundan çok şüphelenirim. Bence bir anasına zəng edib soruşaq. Çünki böyüklərin istəyi kofe niyə uşağa verək ki? Mən də bilmirəm. Əgər belə bir şey varsa, sənin xalan da məni çatmır. Məncə də. Yığıram. Alo. Alo. Bir şey soracağım. Sizin kızınız kofe içir? Yox, mən ona heç vaxt kofe verməmişəm. Bizə deyir ki, mən kofe içirəm, ona mənə həmişə kofe verir. Qənət edir. Evə gələndə mən ona deyərəm. İstəyirsə biz ona şokolad süd verək. Yəni yalandan deyir ki, kofedir. Olar isti şokoladı versəz olar. Yəni o qədər də ziyanlı deyil. Arada bir içir. Yaxşı, çox sağ ol. Sağ ol. Şey deyim, yaxşı ki soruşuq. Yoxsa uşağa kofe verəcək deyə.
Hər nəsə, indi hazırlayaq. Mən uşağı şokoladlı süd hazırlayacağım. Mən. Özüm belə inana bilmirəm. Bəli, mən şokoladlı südü hazırladım. İndi keçib verəcəyim ona. Ala, kofevi gətirdim. Sən sizi bunu mənə ver, ala. Beğendin? Oo, kofe böyle bir şeydi. Ne geçendi? Ona ben bir şey diyeceğim ki ben kofe versin. Ana ben bir şey diyeceğim ki ben kofe versin. Baş bırak demedin ki ben kofe içirəm həmişə. Yani bundan versin mənə bir şey. Mənə biraz elə bir şübhəli gəldi. Mənə də. Mənim başımdan gidin o yanda. Məni də çəkməyin videodan. Mən sizi sevmirəm. Mən anamın zoruyla gəlmişəm bura. Bura gəlməyimin tək səbəbi PlayStation oynamaqdır. Yaxşı. Biz utmağımız məsləhətdir. Şu anda en sevimli yerim kuxnadır. Sadəcə kuxnaza gülə bilirəm. Mətbəxt daha doğrusu. Hayda, o nasıl bizi öldürmez ki? Kofe vermişsiniz uşağa. Ha? Yox. O sözü dedi ki mən vermirəm kofe falan. Yəni bizə şokolad süd vermişik. Bəs sizə kofe vermənə? Nasıl? Deməz. Tamam. Onda biz neyik? Uşağı zaten ikindi var da böyle gönderək. Orada biraz oynasın. Məncə də onlar qoy oynasın, biz burada dincələk. Eğer uşaq problem eləməzsə. İndi gəl sənə ikinci mərtəbəni göstərək. Maraqlı gəldi. Gedək. Gedək. Yox, gedək. Bırax məni. Bırax dedim. Gəl. Bax gör səni hara gətirdik. Bura necə yerdir belə? Bu necə şey? Nə qədər şeniat. Mən burada oturacağım. Kala. Mən sən xanım deyiləm. Evet, hala. Mənə. Bir saniye. Mənə. Seni telefonu ver. Telefonu. Telefonumu. Tut bunu. Gidip telefonumu getirdim. Yaxşı ki buraya gətirdik. Bu uşaqdan qorxuram. Ezi belə düşəcək ya. Bilmirəm, məncə telefonu vermə, telefonu sındıra bilər. Sındırmaz. Ver. Deyərəm. Planşetim güya telefonumdan daha önemlidir. Bilmirəm. Bunu versəm oynayar. Ama bu da mənim uşaqlığımdan qalmadı. Cırsa zaten çox pis olar. Telefon məndə qalsın. Game planşetimi verin. Bəlkə o daha çox sevər. Bizə göz ver. Hər dəfə sənələr olur. Ama planşetimlə oyna. Burada çox oyunlar var. Planşet! Bilirsən, planşetdə Toka-Boka var. Nedir? Çox gözəl bir oyundur. Mən Minecraft oynayıram, mən Roblox oynayıram. O ləzzət bilmirəm, mənə əl çəkin. Yıxıldım. Bu necə yerdir? Xalam qızım deyir, qoyuram deyir. Xəbərşəndə mən. Uşağa yumruğu yapışdırmaq istəyirəm. Bəs sən? Hı? Uşaq
Mən uşağa yumruq yapışdırmaq istəyirəm. Məncə yumruq yox, uşağı bir dəfəlik pəncərədən aşağı atır. Allah yaxşıdır. Ya da ki bu gözləri ataq üstünə dəli olar. Ha, o da qəşəngdir. Eləyək. Yox. Sana xalan necə adamdır? Xalam çox şibən. Məsləhət deyil. Bunları yandırımsa söndür. Yox. Otaq buxarlanıdır. Buxarlanıb çünki iyi gəlir. Mənim oyundakı xalam, buradakı oyundakı xalam çox şivən bir insandır. Yəni hər an gəlib şey deyir. Elə. Bəli dostlar. İndi Cheongun xalası zəng elədi. Dedi ki, gəldim götürməyə. Oh my god. Oh my god. İlk dəfə adımı düzdürdüm. Cheong. Cheong, bəli. Yuna. Yuna bizim ona koyduğumuz adlı. Yəni dostlarımın onu Yuna deyirik. Yəni Cheong. Bəli. Cheon deyirdim mən ona. Balaca tut bunu. Gəl. Ye bunu gəl. Aşetimiz də burada. Xarabı. Bütün üstü yağlı əllərinlə toxunmuşsan. Aç kimi ver. Verməyəcəm. Ver qıracaqsan. Verməyəcəm. Aç kimi ver. Verməyəcəm. Anne mən sizi istəyib edəcəm. Edəcəm. Ver. Sonunda. Sonunda. Ya burası sen atacaksın elə. Balkondan aşağı denize atacaksın. Salam. Anne bak ben gelmişiz. Bəyəxdən. Anne deyirəm ki, uşağıma yaxşı davranmışsınız. Elə deyil şey oldu. Güzel, evet. Konum biraz istersen. Emin değilim. Kızımız da yani daha doğrusu Emi de çok eğlenip bizimle bir yerde olanda. Mən də elə ümid eləyirəm. Mama, bunlar mənə çox pis davrandılar mama. Əlimlə yemək aldılar mama. Heç nə bilmədilər mama. Mama bunlar da, mama mən bir də bunların yanına gəlməyəcəm mama, qorxuyorum mən bunları. Mama. Bəli dostlar, bir videonun daha sonuna gəldik. Hey, bura gəlin. Siz mənim uşağıma necə pis davranmışsınız? Nə? Pis davranmaq? Bəli, ona vurmuşsunuz, ona yemək verməmişsiniz, onu itələmişsiniz, hətta pəncərədən bir atmağa çalışmışsınız. Xala, sən nə danışırsan? Biz? Bəli, siz. İndi siz gəlib şikayət edəcəm. Kimə? Polisə, anamıza, hamımıza, hər şeyə, hamıya. Siz görərsiniz. Dəlilər. Dostlar, sonunda yaşadığımız şok. Yəni, təsəvvür edə bilməzsiniz. Hətta videoda da olmalıdır. Çox qəribə idi. Əgər iki uşağa birdən baxmağımızı istəyirsinizsə, videoya nəsə bəyəni gəlməli. 10 bəyəni. 10 bəyəni gəlsə, iki uşağa birdən Mən bu dəqiqə seni şokdayam. Yəni, biz bunu ne yaxı? Onu mən də bilmirəm. Neyse, ümid edirəm sonumuz yaxşı qurtarar. Ümid edirəm axırımız qurtarmaz. Hamınızı çox sevirəm. Sağ olun. Bye bye. Mıçqı mıçqı.